2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi bugün günorta saatlarında Yeni Ələt-Astara magistralının 161-ci kilometrliyində Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 35 yaşlı Faiq Məmmədli idarə etdiyi Hyundai Sonata markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıblar. Xəsarət alanlar ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Hər iki yaralıya müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra qadın vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. O sanat. Şey değil.